Polşada məktəbdə oxuyan Azərbaycanlı. Salam Murad, necəsən? Yaxşıyam. Neçə ildir Polşadasan? Mən 6 il. Neçənci sinifə gedirsən Polşada? 4-cü. Murad bağçaya da Polşada gedib və 4 ildir Polşada oxuyur. Məktəb necədir? Yaxşıdır. Sən Polşa məktəbində əcnəbisən, xarici vətəndaşsan. Müəllimlər, şagirdlər sənə qarşı necə münasibət göstərirlər? Normal. Hər polak kimi. Yəni digər polyaklardan fərqləndirmirlər. Polyak dilini necə bilirsən? Yaxşı bilirəm. Müəllimlər qiymət qoyanda ayrı seçkili eləyirlərmi? Məsəl üçün polyaka daha yaxşı qiymət qoyurlar, sənə daha aşağı. Yox. Heç vaxt elə şey olmur. Necə oxuyubsan, elə də qiymət alıbsan, düzdür? Yeri gəlmişkən qiymətlərin necədir? 4, 5, 6. Ən çox sevdiyin fən? Ən çox sevdiyim fən informatikadır. Dərsdən sonra nə edirsiniz? Evə gəlirsiniz, yoxsa məktəbdə də qalmaq olar? Məktəbdə də qalmaq olar. Belə yer var. Şvetliçadır adı. Ora getmək olar. Uşaqları ora qoymaq olar. Getmək olar harasa. Malediv. Orada oyuncaqlar da var, uşaqlar da var, dostlar var, hər şey var. Yeri gəlmişsən sənin kifayət qədər dostların da var, düzdürmü? Polyak, Ukraynalı, düzdürmü? Hə. Hamısından da münasibətin yaxşıdır. Bəs arada elə olubmu ki, zarafatla da olsa sənə əcnəbi olduğunu xatırlatsınlar və yaxud da ki, zarafatla nəsə bir artıq əysi söz desinlər, zarafatla da olsa, olub elə bir şey? Zarafat çoxlu eləyirik biz. O tipdə zarafatlar eləyirsiniz. Çoxludur. Yəni ciddi söhbət getmir də, hansısa bir təhqir kimi də, asqarpleniya kimi, düzdürmü? Yox. Sən razısan məktəbdən? Uşaqlardan, məktəbdən? Razıyam, amma məktəb biraz azlasıdırsa çox yaxşı olar. Məktəb saatı az olsun istəyərsən, deyilmi? Əksər uşaqların arzusudur. Dərs saatı nə qədər çəkir? 45 dəqiqə. Yeməkləri necədir? Pis də olur, yaxşı da olur. Normal da olur. Amma kifayət qədər yeyə bilirsən, doyunca yeyə bilirsən. Yeyə bilirəm. Dərsə hazırlaşmayanda və yaxud da ki, dərsə gecikəndə müəllimlərin münasibəti necə olur? Deyir ki, sənə elə bir belə kompüterə yazırlar ki, belə sözdə spujneniya. O da sənin qiymətlərə təsir edir də. Kompüter deyəndə bəli, onlayn bir sayt var, Librus. Orada hər bir valideyn qeydiyyatdan keçməlidir mütləq şəkildə və sən orada artıq diqqət eləyirsən sənin uşağın haqqında nə yazır müəllimlər və qiyməti nədir, dərslər nədir, nə kimi tədbirlər ola bilər. Yəni bu tipdə belə bir saytdır, onlayn şəkildə izləyə bilirsən. Polşada məktəblər 1-ci sinifdən 8-ci sinifə qədərdir, düzdür? 8-ci sinifdən sonra liseyə daxil olursan, ondan sonra universitet gəlir. Yəni sizdə hazırda məktəbdə 1-ci sinifdən 8-ci sinifə qədər uşaqlar var, düzdür? Böyüklərin sənə qarşı münasibəti ümumiyyətlə də sən olmasın, sənin həm yaşıdlarına qarşı münasibəti necədir? 7-ci, 8-ci sinif. Yaxşıdır. Mən nə vaxt gedirəm yeməkxanaya, onları görürəm, onlar mənə deyirlər hansı ölkədəyəm, mən onlara deyirəm Azərbaycan. Onlar da belə deyirlər ki, onlar geografiyanı yaxşı bilirlər də. Onlar bilirlər də hardadır Azərbaycan. O 4-cü, 3-cü klass deyil də. O nədir? Nə də biləcəklər də. Onlardan yaşca balaca olsan da səndən münasibət qururlar, hətta oyun da oynayırlar. Düzdürmü səndən? Polşaya yeni gələn və yaxud da gəlmək istəyən Azərbaycanlı uşaqlar var ki, onlara nə məsləhət görərdin? Tezliklə polyak dilini öyrənməyə və məktəbə uyğunlaşmaq üçün. Müəlliməni qulaq asmaq ki, sizə desin də nə var, nə yox. Siz başa düşməyəcəksiniz ona, amma öyrənərsiniz də nətərsə. Orada belə dərs var, Język Polski'də, orada Polşa dilini öyrənə bilərsiniz. Məktəbdən də sonra, dərs qutarandan sonra onun da dodatkovu var da ki, oraya gedə bilərsiniz və biraz da öyrənə bilərsiniz. Çox şans var ki, sizin klassda belə uşaq olacaq Ukraynada, rus dilində danışacaq. Rus dilini öyrənin, onunla danışın, o sizi öyrədəcək Polşa dilini. Sonra da dərsdən sonra
dodatkovi zayençalar var. Əlavə dərslər məktəbdən, dərsdən sonra. Əlavə dərslər var. Hə, ora gedə bilərsiniz dostla. Orada da biraz öyrənə bilərsiniz. Hə. Evə gələndə də Slavarik açın. Öyrən. Lüğət. Lüğət açın. Orada öyrən sözləri. Afərin. Afərin Murad. Ağıllım mənim.